Salam dəyərli dostlar, 16-cı sualda bizə deyib ki, müqayisə edin. Cavabımız C olacaq. 17-ci sualda qatardakı oturacaqların sayı 420-dir. Qatardakı sərnişinlərin sayı 263 olarsa, boş oturacaqların sayını tapın. 420-dən 260-ı çıxırıq, 157 eləyir, cavabımız A-dır. Cəmi tapın. 347-nin üstünə 465 cəmdə 812 edir, cavabımız C-dir. 6 nəfər şagirdin hər biri 9 yaşındadır. Bu şagirdlərin yaşlarının cəmini tapın. 6-nı 9-a vururuq, 54, cavabımız B-dir. Hesablayın. 4-ü 6-ya vuranda 24, 7-yi 3-ə vuranda 21. Onları toplayanda cavabımız 45 eləyəcək. Hesablayın və işarənin yerinə müqayisə işarələrinin uyğun olanları yazın. 54-ü 9-a bölürük, 42 6 eləyir, 42-ni 7-yə bölürük, 6 eləyir, cavabımız B-dir. 23-cü sualda bizə deyir ki, məzhulu tapın. 308-ə vuranda 24 eləyir, cavabımız A-dır. 23-cü sualda A4 olduqda 26-dan 20 çıxıb bölüb A-nın ifadəsinin qiymətini tapın. 20-ni 4-ə bölürük, eləyir 5. 26-dan 5 çıxırıq, 21 eləyir, cavabımız A bəndidir. Tənliyi həll edin. 23-dən 15 çıxırıq, eləyir 8, cavabımız B bəndidir. 25-ci sualda deyir ki, şəkildəki üçbucaq bucağına görə necə adlanır? Körbucaqlı üçbucaq adlanır təbii ki, cavabımız C. 26-cı sualda aşağıdakı fiqurlardan hansının simmetriya oxu yoxdur? Bu müxtəlif tərəfli üçbucaq təbii yoxdur. Ona görə cavabımız A-dır. Hesablayın. 20-ni 5-ə vururuq, 100 eləyir. 3 ilə 7-ni toplayırıq, 10 eləyir. 10-u 6-ya vuranda 60 eləyir. 100-dən 60 çıxanda eləyir 40, cavabımız D-dir. 28-ci sual. Bir ədədi 55 qəpiyə olan çörəkdən 4 ədəd alsaq, satıcıya neçə qəpik verməliyik? 55-i 4-ə vururuq, 220 eləyir, cavabımız B-dir. Hasili tapın. 127-ni 5-ə vuranda 635 eləyir, cavabımız C-dir. 30-cu sualda 12-ni 8-ə vururuq, 96 eləyir. 70 ədədindən nə qədər çoxdur? 96 çıx 70, 26 eləyir.